Salam dostlar, mən Zeytunar. Yepyeni videoma xoş gəlmisiniz. Bu günlər sizlərlə birlikdə kənd həyatı videosu çəkəcəyik dostlar. Çox uzatmadan keçək videomuza. Kənd həyatında yaşamaq biraz çətin olsa da maraqlıdır. Çünki burada sıxılmaq yoxdur. Yəni bir şey eləmək olur da. Şəhərə baxmayın. Məsəl üçün oturduğum yerdə burada tərə yeyə bilərəm. Bax. İndi isə keçək kənd həyatında nələr olur, onları eləməyə. Bunu niyə belə eləcəyimi öyrənmək istəyirsinizsə, yayda futbol, qapıçılıq eləmək üçün. Yəni ot çıxsın deyə. Kənd həyatının bir də belə şey yaxşıdır ki, özü üçün bu taxtalardan yaxşı bir dənə gözəl bir ev tikə bilərsən. İçindən çölbələr uçanır. Dostlar, bir dənə çörəklə qarnımı necə doyuracağam bağda. Bax. Bir damcı bəzəri qoyduq. Qoyduq içərisinə. Göyərtidən də arasına qoyduqmu içəri vəsiyo. Dostlar, belə bir şey alındı. Kənddə ən sevdiyim şeylərdən biri futbol oynamaq keçəcək. Futbola keçməmişdən qabaq yəni belə sveji heyva dəririk. Qidalanmaq mərasimi. Ayla. Topumuz buradadır. Bir yanımızda top oynayaq. Dostlar, baxın, belə bir şey eləyəcək. İndi mənə nə qalacaq? Vurdum topu. Belə dəyməlidir. Belə dəyməlisə, belə dəyməsə, ucuzladım bax. Yəni, bu da kənd topudur, yəni ki, içində mişox var. İçində mişox doldurub, yenidən həyata gətirmişik topu. Birinci yerimiz buradır. Çətin olacaq çünki top ora getmir, yaxşı getmir. Əslində ora vura bilərəm. Bir də ora yoxlayacaq. Əgər top yaxşı olsaydı, vurmaq olardı. İndi yetişirdim. Like atın dostlar. Bu gün sizinlə kənd həyatı yaşadım. Yəni, hər günün belə keçməsə də kənddə. Yəni, bu da adi günlərdən biriydi, yəni ki. Abunə olun ki dostlar, tezliklə 6000 olaq. Meşəyə getdik videosuna da gedib like atın. 400 like-da yenidən başqa bir yerə gedəcəyik. Bu səfər bəlkə göbələk yığmağa getdik, bəlkə yenə həmin şeyləri elədik, ancaq başqa bir konseptlə gələcəyik dostlar. Kanala abunə olun, video like atın və şey yazmaq unutmayın. Sağ olun, salamat qalın.